Salam dostlar, bugün Mart ayının 28'i intensiv yağışlar ölkə ərazisində davam edir. Quba rayonunda Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib. Hazırda yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb deyilir. Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb. Hazırda əraziyə aidiyyatı qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər gedir və sürücülərə və vətəndaşlara həmin istiqamətlərdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə olunur. Ümumiyyətlə, söhbət təkcə Qubadan, Xınalıqdan getmir. Baxın, hazırda gələn xəbərlərdə Şamaxıda da güclü leysanın avtomobillərin hərəkətinə çətinliklər yaratdığı qeyd edilir və bildirilir ki, leysan yağışları nəticəsində Şamaxı, İsmayıllı, Qəbələ rayonlarında da yolları su basıb. Hazırda Şamaxı rayon ərazisində güclü leysan səbəbiyle yollarda suyun səviyyəsi qalxıb, avtomobillərin hərəkətlərində də çətinliklər müşahidə olunur. Bir sözlə, yağışlar normadan çox düşüb. Hazırda deyilir ki, Bakıya aylıq normadan 4 dəfədən çox yağıntı düşüb. Hazırda paytaxtda da vəziyyət olduqca biabırçı durumdadır dostlar və bunun səbəbləri təkcə yağan yağıntının miqdardan çox olmasında deyil, həm də səlahiyyət sahiblərinin öz işlərini bilməməsinə görədir. Zamanında dediyimiz kimi bu sistem hər halda əhalinin paytaxtda yükü artdıqca biz də bu yükün öhdəsindən gəlməyə çalışmalıydıq. Amma nə etdik? Bilmirəm, nə etdiksə də bəlkə də ayrılan pulları yedik, nə elədik, amma sonunda belə bir biabırçı durumla üzləşdik və bugün paytaxtda məlum olur ki, hətta Bakubas belə yağış sularına təslim olur. Biabırçılıqdır.